Salam hörmətli müəllimlər. Bugün sizinlə Naxçıvanda müəllimlərin sertifikasiya imtahanında riyaziyyat fənnindən düşmüş sualların izahına baxaq. Təbii ki, bu suallar müəllimlərin yadında qaldığı suallar olduğuna görə müəyyən problemlər ola bilər suallarda. Ancaq ümumi imtahanın hansı şəkildə olduğunu görməyimiz üçün suallara keçə bilərik. Keçirik suallarımıza. İlk sualımızda bizə deyilir ki, tənliyinin ən kiçik müsbət kökünü tapın. Biz burada demək, kosinus kvadratı x çıxaq sinus kvadratı x bərabərdir. Kökdə 3 bölünsün 2-ni əks tərəfə keçirsək, mənfi kökdə 3 bölünsün 2 ifadəsi alırıq. Bu düstur bizə kosinus 2x ifadəsini verir. Kosinus 2x bərabərdir mənfi kökdə 3 bölünsün 2-yə. Biz buradan bilirik ki, trigonometrik tənliyimizin həllinə uyğun olaraq x bərabərdir 2x bərabərdir plus minus pi çıxaq pi bölünsün 6 plus 2 pi k yaza bilərik. Buradan x bərabərdir plus minus pi 5 pi bölünsün 12 üzərinə gəl pi k yaza bilərik ki, dərəcəyə çevirsək x bərabərdir plus minus 75 dərəcə üzərinə gəl 180 k şəklində yazsaq, bizdə ən kiçik müsbət kökünü dediyinə görə k bərabərdir 0 olarsa, x bərabərdir 75 dərəcə alırıq. Keçirik növbəti sualımızın izahına. Növbəti sualda bizdə sadə bir ifadə verilib və ifadəni sadələşdirmə şəklində verilib. Uyğun olaraq qiymətləri yerinə yazsaq, deyə bilərik ki, i kubu mənfi idi, üzərinə gəl i üstü 4 müsbət 1-dir, sonra i üstü 5 müsbət i'dir, daha sonra i üstü 6 mənfi 1-dir, i üstü 7 mənfi i'dir, i üstü 8 müsbət 1-dir, i üstü 9 müsbət i'dir, i üstü 10 mənfi 1-dir, i üstü 11 isə mənfi i'dir. Biz burada islahlarımızı aparsaq, məsələn, burada i'lər getsə, daha sonra bu i'lər də getsə, 1 çıxaq 1'imiz getsə, bu 1'lər də getsə, yalnız bizdə qalacaq mənfi i ifadəsi. Demək, ifadəmizi sadələşdirdik, mənfi i'yə bərabər aldıq. Keçək növbəti sualımızın izahına. Növbəti sualda bizə verilir, deyir ki, tam hissəsi mənficə bərabər olarsa, x-in ala biləcəyi ən böyük və ən kiçik qiyməti tapın. Məlum məsələdir ki, müəllimlər, biz əvvəlcə baxırıq ki, verilmiş ifadəmizin tam hissəsi mənfi 3 olarsa, ifadə hansı aralıqda yerləşir? Loqaritma 2-də 1 əsasdan 2x plus 5, tam hissəsi mənfi 3 olması onun demək mənfi 3-dən böyük bərabər, kiçikdir bərabərdir, mənfi 2 olması deməkdir. Onda biz bu ifadənin hər tərəfini demək 2-də 1 əsasından qüvvətə gətirsək, ala bilərik ki, 2x plus 5 böyükdür 4-dən, kiçikdir bərabərdir 8-dən. Buradan hər tərəfdən 5-i çıxsaq, 2x böyükdür mənfi 1-dən, kiçikdir bərabərdir 3-dən. Buradan x də böyükdür mənfi 0,5-dən, kiçikdir bərabərdir 1,5-dən. Bizə indi deyir ki, ifadə ən böyük və ən kiçik qiymətini tapın. X-in ən böyük qiyməti müsbət 1, ən kiçik qiyməti isə 0-a bərabərdir, təyin etdik. Növbəti sualımızda bizə deyir ki, tam səthinin sahəsi 100 pi olan kürənin ən böyük kəsiyinin sahəsini tapın. Əvvəlcə biz kürənin tam səthinin sahə düsturunu yazsaq, 4 pi r kvadratı bərabərdir 100 pi-yə. Buradan pi-ləri və 4 ixtisar etsək, r kvadratı 25-ə, radiusumuzun 5-ə bərabər olduğunu alırıq ki, kürəmizin tam səthinin sahəsini bilirik. Biz bilirik ki, burada radiusumuz əgər 5-ə bərabərdirsə, burada bir dairə var. Dairənin sahəsi isə s bərabərdir pi r kvadratı ilə tapılır. Bu da pi vurulsun 5-in kvadratı 25 pi-yə bərabərdir. Keçək növbəti sualımızın izahına. Burada deyilir ki, bizə üçbucağın 2 medianı perpendikulyardır və uzunluqları uyğun olaraq 9 və 12-dir. Bu üçbucağın 3-cü medianın uzunluğunu tapın. Məlum məsələdir ki, MA kvadrat üzərində
Üzərinə gəldik, MB kvadratı bərabərdir MC kvadrat yaza bilərik. Bu hazır bir düsturdur. Buradan 9-un kvadratı üstə gəl 12-nin kvadratı bərabərdir MC kvadratına. MC kvadratı 225-ə, buradan MC də bərabərdir 15-ə. Demək, 3-cü medianın uzunluğu isə 15-ə bərabərdir. Növbəti sualımızda deyir ki, təpə nöqtələri, təpə nöqtəsindəki yan tilləri cüt-cüt perpendikular olan üçbucaqlı piramida. Gəlin bir şəkil çəkək təxminən. Məsələn, üçbucaqlı piramidamızı bu şəkildə çəksək, təpə nöqtəsi desək, cüt-cüt perpendikular olması təpədəki belə deyək, bucaqların hamısının düz bucaq olması deməkdir. Burada tirləri 3, 4, 5 verib, 3, 4, 5. Onda yan səthinin sahəsi 3 ədəd burada düzbucaqlı üçbucağın sahəsini tapmaq lazımdır. Yəni 3 vur 4 bölünsün 2, üzərinə gəl 4 vur 5 bölünsün 2, üzərinə gəl 3 vur 5 bölünsün 2 şəklində yaza bilərik. Bu da bizə 12 üzərinə gələk, 20 üzərinə gələk, 15 bölünsün 2-dir. Bu da bizə verir, demək 32, 42, 47 bölünsün 2 verir. Onu da hesablasaq, demək 23,5-ə bərabərdir ki, yan səthimizin sahəsini hesabladıq. Keçək növbəti loqaritma sualımıza. Buradan deyək ki, loqaritmik bərabərsizliyi həll edin. Əvvəlcə müəllimlər, burada diqqətli olmamız lazımdır ki, loqaritma 9 bizdə loqaritma 10 əsasından 9-dur və bu mütləq şəkildə 1-dən kiçikdir. Onda biz bərabərsizlik işarəsini dəyişməyimiz lazımdır. Onda yaza bilərik ki, 2x plus 1 böyükdür, bərabərdir x kvadratı plus 6x plus 4-ə. Buradan x kvadratı plus 6x plus 4 çıxaq 2x çıx 1 kiçikdir, bərabərdir 0. Yəni x kvadratı plus 4x plus 3 kiçikdir, bərabərdir 0 yaza bilərik ki, bu tənliyin kökləri isə demək, -3 ilə -1-dir. -3, -1-i, daha doğrusu -1-i alır, -1. Bərabərlik olduğuna görə içərisini bütöv götürdük. -1-dən böyük 0 versək, müsbət, mənfi, müsbət. Bizə kiçikdir, bərabərdir 0 lazımdır. Demək olacaq bizim həllimiz -3, -1 aralığı. Burada bir üçbucaq sualıdır. Bizə deyir ki, AL 2, onda 2K bura yazsaq, LC 3-dürsə 3K-da bura yazsaq, demək, perimetr AKL-in 12 olduğu veribdir. Onda biz yaza bilərik ki, oxşarlığa görə 2K-nın böyük üçbucağımızın 5K tərəfi bərabərdir. Kiçik üçbucağımızın perimetri 12, böyük üçbucağımızın perimetrinə isə P deyirəm. Buradan K-ları aparsaq və 2-ləri aparsaq, buradan alırıq ki, P bərabərdir 30-a. Bizə ABC, yəni böyük üçbucağın perimetrini istədir. Onun da 30 olduğunu təyin etdik. Keçək növbəti suala. Bu sualın şərtində qeyd olunubdur. Demək, bu şəkildə bir şəkil var. Burada təpə nöqtələri yuxarıda 5 nöqtə, 1, 2, 3, 4, 5 nöqtə, aşağıda isə 2, 3, 4 nöqtə qeyd olunmuşdur. Təpə nöqtələri, bu nöqtələrdə olan neçə nöqtəli üçbucaq düzəltmək olar. Məlum məsələdir ki, biz üçbucaqları düzəldərkən mütləq ya yuxarıdan 2 nöqtə, aşağıdan 1 nöqtə və yaxud da ki, aşağıdan 2 nöqtəni, yuxarıdan 1 nöqtəni seçə bilərik. Bunun üçün yuxarıdan seçiliksə kombinizon 5-dən 2, aşağıdan 1 nöqtə, 4-dən 1. Üzərinə gəl, yuxarıdan 1 nöqtə seçsək, kombinizon 5-dən 1, aşağıdan 2 nöqtə seçsək, kombinizon 4-dən 2 olur ki, bunları da hesablasaq, 10 vuraq 4, üstə gələk 6 vuraq 5, bərabərdir 70 cavabını alırıq ki, neçə üçbucaq düzəltmək olar? 70 üçbucaq düzəltmək olar. Növbəti sualda bizə deyir ki, uzunluğu enindən 8 cm böyük olan düzbucaqlının perimetri 44-dür. Yəni biri x isə, digər tərəf x plus 8-dirsə, onun perimetri 2-yə vursaq 44-ə bərabərdir. 2-yə ixtisar etsək, 2x plus 8 22-dirsə, 2x-imiz 14-dürsə, x-imiz 7-dir. Onda tərəflərimiz 7 və 15-dir. Onda düzbucaqlının 15 olan tərəfi ətrafında fırlanmasından belə deyək ki, bizə bir silindir alınır. Bu silindirin bizə deyir,
cismin yan səthinin sahəsinə. S yan bərabərdir 2πr h yaza bilərik buradan. 2πr'imiz radiusumuz 7'dir. H'ımız isə 15'dir. Bu da olacaq 14 vurulsun 15π'yə. 14'ü 15'ə vursaq, demək 14 vurulsun 15π bərabərdir 210π. Doğru cavabımız oldu 210π. Davam edək müəllimlər. Növbəti sualımızla tanış olaq. Demək bizim bu sualımızda deyir ki, ifadəmizi sadələşdirin. Gəlin əvvəlcə buradan biz demək sinus 3x və sinus 5x ifadəsini cəmi hasilə çevirmə düsturu ilə yazsaq, demək 2 sinus cəminin yarısı 4x vurulsun, kosinus fərqinin yarısı, kosinus cüt olduğuna görə kosinus x yazdıq. Üzərinə gəl daha doğrusu sinus 4x, məxrəcdə sinus 4x bərabərdir, daha doğrusu plus 4. Burada isə dərəcə azaltma düsturundan istifadə etsək, 1 çıxaq kosinus x bölünsün 2 yaza bilərik ki, indi ayrı-ayrı kəsirlərdə də yazıb baxa bilərik. Amma burada demək 2, 4 sinus x ilə məxrəcdəki 4 sinus ixtisar yetsək 2 kosinus x alınacaq. Sinus 4x-i sinus 4x-ə bölsək, üzərinə gəlib 1 alınacaq. Burada ixtisarımızı aparsaq, vurub açsaq, plus 2 çıxaq 2 kosinus x ifadəsi alınır. 2 kosinus x və mənfi 2 kosinus x islah getdi. Qaldı 1 plus 2 cəmimiz 3 demək ifadənin qiyməti 3-ə bərabərdir. Sadələşdirdik. Çevrə üzərində 12 nöqtə verilibdir və təpələr bu nöqtədə olan neçə müxtəlif vətər çəkmək olar. Biz bilirik ki, 2 nöqtəni birləşdirsək vətər alınacaq. Onda kombinzon 12-dən 2 demək sürətdə yaza bilərik. 12 faktorial aşağıda 2 faktorial vurulsun 10 faktorial. Burada 10 faktorialından ixtisar etsək, 11 vurulsun 12 bölünsün 2, 2 ilə də ixtisar etsək 6, alınacaq cavabımız 66. Demək ümumilikdə 66 vətər çəkmək olar. Keçək növbəti sualımıza. Bu sualda deyir ki, cimvurluqlarını ayırın. Birinci a kvadratı demək, buradan a kubunu çıxartsaq, a kvadratı çıx 1 alınar. Burada isə mənfi 1'i çıxardıram. Alındı a kvadratı minus 1. Yenə a kvadratı minus 1 ifadəsini vurub kimi çıxartsam, alınacaq a kubu minus 1 ifadəsi. Ola bilər cavabı belə də saxlayıblar, amma biz biraz da sadələşdirək. A minus 1, a plus 1 şəklində açsaq, buradan a minus 1'i vurub kimi çıxartdıq. Qaldı a kvadratı plus a plus 1. Burada bizdə 2 ədəd a minus 1 var. Demək, a plus 1 vurulsun, a minus 1'in kvadratı vurulsun, a kvadratı plus a plus 1 bu şəkildə də ola bilər. Davam edək. Növbəti şəkilli bir sualımız var. Bu şəkildə bizə deyir ki, radiusumuz 6'dır. Radius 6'dırsa bu isə də 6'dır. AB 2'dir. AB 2'dir. Buranın 2 olması verilibdir. Bizə deyir AT tərəfinə. AT tərəfinə hər hansı bir A desəm, mən bilirəm ki, burada demək AC-miz 8-dirsə, 6-dırsa, ümumilikdə AD tərəfimiz 10'a bərabərdir. Onda biz bu hissəni uzadaq. Burada bir 6 dedək. Kəsənlərin xəstəsindən istifadə edə bilərik. Demək, çöldə qalan hissəmiz 2 vurulsun bütövi. 6 plus 6 demək bütöv 14'ə. Demək, çöldə qalan hissə vurulsun bütöv 14. Üzərini bərabərdir. A vurulsun, yəni AT hissəmiz. A vurulsun bütövü 10'a. Buradan alırıq ki, 10'a bərabərdir 28'ə. Buradan A'mız bərabərdir 2.8'ə. Keçək növbəti sualımızın izahına. Növbəti sualda bizə deyir ki, hansı ədədi 20% artırsaq 96 alınar, həmin ədədi 30% azaltsaq neçə olar? Müəllimlər, bu sualı 2 dəfə də yazmaq olar. Məsələn, 120% 96 olan ədədi tapıb sonra 30% azaltmaq olar. Gəlin birbaşa yazaq ki, 120%-imiz əgər 96'dırsa, 30% azalanda isə 70% qalır. 70% olan ədədimiz hansıdır? Buradan demək x bərabərdir. Məxrəcdə 120, sürətdə 70 vurulsun 96
6 demək 0-ı aparsaq, 12 ilə də 9-u apar, 96-nı aparsaq 8, 7, 8 olacaq cavabımız 56. Demək, ədədimiz 56-ya bərabər imiş. Növbəti sualda bizə deyir ki, uyğun tərəfləri paralel olan bucaqların fərqi 30 dərəcə olarsa, biz bilirik ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdirlər, ya da onların cəmi 180 dərəcəyə bərabərdir. Onda biri x-isə, digəri x plus fərqi 30 olduğuna görə 30 yazdıq. Olarsa bucaqların kiçiyini tapın. Cəmi 180 yazıram. Buradan alıram ki, 2x plus 30 bərabərdir 180-ə. Buradan 2x-imiz bərabərdir 150-yə. X-imiz isə bərabərdir 75 dərəcə alınacaq ki, doğru cavabımız 75-dir. Keçirik növbəti sualımıza. Burada funksiyanı demək şəkli düşməyib, bunu yazaq. Demək, funksiyamız y bərabərdir. Demək, tangens a kvadratı çıxaq 1x minus 3. Funksiyamız səhv eləmirəmsə bu şəkildə verilmiş bir funksiya idi. Funksiyanın ən kiçik müsbət dövrü olarsa a-nı neçə fərqli qiymət ala bilər? Biz bilirik ki, müəllimlər, tangens x funksiyası periodumuz pi bölünsün modulda k ilə tapılır. Burada biz k-nın yerinə yazsaq, demək, dövrü, buradan da şərtimizdə də var ki, pi olarsa. Demək, buradan alırıq ki, pi bölünsün modulda a kvadratı minus 1 bərabərdir pi-yə, çünki dövrümüzün pi olarsa demişdir, pi-ləri ixtisar etsək, a kvadratı minus 1-in modulu 1-ə bərabərdir. Modulu ifadələri bilirik ki, 2 dəfə açırıq. Demək, a kvadratı minus 1 bərabərdir 1 dəfə olduğu kimi, a kvadratı 2-yə, a bərabərdir plus minus kök altında 2-yə. Digər halda isə a kvadrat minus 1 bərabərdir mənfi 1 desək, a kvadratı bərabərdir 0-a, a bərabərdir 0-a. Demək, neçə fərqli qiymət ala bilər? Plus minus kökdə 2 və 0, 3 fərqli qiymət ala bilər. Keçək növbəti sualımıza. Burada 25/1 plus loqaritma kökdə 5 əsasından 2 verilibdir. Sadələşdirin deyir. Sadələşdirsək biz yaza bilərik ki, 25 vurulsun 25 üstü loqaritma kökdə 5 əsasından 2. Burada müəllimlər belə bir sadələşdirmə eləyək. Demək, 25 vurulsun 5 üstü 2. 5 kökdədir, onun tərsi qarşıya 2 kimi gəlsə, loqaritma 5-dən 2 formasında yaza bilərik. Daha sonra nə eləyək? 25 vurulsun, burada 2 vurulsun, 2 hasili bizə 4 verir. 2 üstü 4 kimi yazsaq, 5 üstü loqaritma 5 əsasından 2 üstü 4. Burada loqaritma, demək, 5 üstü loqaritma 5 1-ə bərabərdir. Burada bizə verir 25 vurulsun, 2 üstü 4-ümüz isə 16-dır. 4-ü 5-ə vursaq 100-dür, 1 də 4-ə vursaq 400. Demək, ifadəmizin cavabı 400-ə bərabərdir. Keçək növbəti sualımızın izahına. Deyir ki, 2 zəri atdıqda düşən xallar cəminin 8 olması hadisəsinin ehtimalı. 2 zəri atılanda bilirik ki, mümkün hallar 36-dır. Əlverişli hallar 6 və 2, 2 və 6-dır. Daha sonra 3 və 5, 5 və 3-dür. Bir də 4 və 4. Ümumilikdə isə əlverişli hallarımızın sayı 5-dir. Demək, ehtimalımız 36-da 5-ə bərabərdir. Davam edək. Növbəti sualına deyir ki, paralel köçürməsində hansı nöqtəyə keçər? Demək, x minus 5 nöqtəsi əgər keçiddirsə bizdə verilir mənfi 5-ə. Onda x buradan bərabərdir 0-a. Y minus 5 paralel köçürməsi 8-ə çevrilibsə, buradan da y bərabərdir. Demək, nə imiş? 13 idi. İndi paralel köçürmə hansı nöqtəyə keçər deyir. Hansı nöqtə? 0, 13 nöqtəsi həmin nöqtəyə keçmiş olacaq. Davam edək müəllimlər. Növbəti sualımızda bizə deyir ki, ədədlərinin rəqəmlərinin yeri dəyişməklə alınan alt rəqəmli ədədin 840 mindən kiçik olmaması. Burada kiçik olması hadisəsi olmalıdır. Olması hadisənin ehtimalını tapın. Gəlin baxaq ki, bizdə ümumilikdə demək
Burada neçə ədəd var? Demək 8-i götürsək, ümumilikdə bir dəqiqə belə deyək. Bizim hal-hazırda var burada 1, 2, 3, 4, 5, 6 ədədimiz var. 6 ümumilikdə yer dəyişməmiz 6 faktorialdır və burada 2 ədəd 5 var. 2 ədəd 5-imiz varsa, o 2 faktorial şəklində olacaq. O da bizə verəcək, demək, 360 ədəd. Demək, ümumilikdə bizim 360 ədədimiz var. Və onlardan biz bilirik ki, 8-i götürsək, yəni 8-dən sonra 840 mindən kiçik olmaması deyirsə, yəni 840 mindən böyük olacaq da. İlk ədədimiz 8-dir, qalanları isə hansı ədəd gələrsə, alınan ədəd 840 mindən böyük olacaq. Demək, 840 mindən böyükdürsə, burada 8-i götürməsək, 5 dənə ədədimiz var, 5 faktorial. Yenə burada 2 dənə 5-imiz olduğuna görə 2 faktorial da bunu desək, bu da bizə verəcək, demək, 60-ı. Ümumilikdə bizə deyir ki, olması ehtimalı, yəni bütün ədədlərimiz 360-dır. Orada isə 60-55-li halımız var. Bu da bizə verir 6-da 1 ehtimalı təyin etdik. Növbəti sualda bizə deyir ki, demək 8 vuraq 15 vuraq 70 hasinin sadə bölənlərinin sayını tapın. 8-i 2 üstü 3 yazsaq, 15-i 3 vuraq 5 3 üstü 1 5 üstü 1, 70-i isə 2 vuraq 5 vuraq 10 vuraq 7-də. Bu şəkildə yazsaq, ümumi formamız olacaq 2 üstü 4 vurulsun 3 vurulsun 5 üstü 2 vurulsun 7 üstü 1 bu formada olacaq. Bizə sadə bölənlərinin sayını tapın deyir. Yəni müxtəlif sadə bölənlərin sayını tapmağımız istənilir. Demək, doğru cavabımız olacaq 4 təyin etdik. Keçək növbəti sualımızın izahına. Növbəti sualda bizə deyir ki, limit arcsinus. Demək, limit ifadəsində biz bunu limit arcsinusdan sonraya salsaq, arcsinus limit x yaxınlaşır 6-ya, sürətdə x kvadratı minus 16x plus 60, məxrəcdə isə demək, x kvadratı minus 8x plus 10-dur. Bunu hesablamamız lazımdır ki, biz bu ifadədə artıq limitin yerinə, yəni x-in yerinə 6-nı qoya bilərik. Bu halda alırıq ki, arcsinus 6-nı qoysaq sürətdən 0, məxrəcdə isə mənfi 2 alınır ki, bu da bizə arcsinus 0-ı verir. O da bilirik ki, 0-a bərabərdir. Sonra növbəti sualda bizə deyir ki, sahəsi 9/3 olan bərabər tərəfli üçbucağın perimetrini hesablayın. Biz bilirik ki, bərabər tərəfli üçbucağın perimetri sahə düzü a kvadrat kökdə 3 bölünsün 4-dür. Bu da 9/3-ə bərabərdirsə, buradan alırıq ki, a kvadratı 36-dır, a-mız isə 6-ya bərabərdir. Bizə onun perimetrini hesablamamız lazımdır. P bərabərdir 3a-ya, 3 vurulsun 6 isə 18-ə bərabərdir. Demək, perimetri hesabladıq. Keçək növbəti sualımıza. Növbəti sualımız sadə bir sualdır. Burada biz x kvadratı plus 16 bölünsün x kvadratını, x plus 4 bölünsün x-in kvadratı çıxaq, 2 vuraq x vurulsun 4 bölünsün x yaza bilərik ki, buradan x-lər islah olsa, x plus 4 bölünsün x-in kvadratı bərabərdir. -8-i sağ tərəfə keçirsək 49-a, buradan da modulda x plus 4 bölünsün x ifadəmiz bərabərdir 7 alınır. Növbəti sualına keçsək, deyir ki, ABCD paralleloqramında, demək bir paralleloqram şəkli çəkək əvvəlcə. ABCD paralleloqramı var. A, B, C və D paralleloqramında A və D bucaqlarının tən bölənləri K nöqtəsində kəsişir. Demək, müəllimlər, A və D bucaqlarının tən bölənləri K nöqtəsində kəsişir. D isə alfa alfadır, beta betadır yaza bilərik. Biz bilirik ki, 2 alfa plus betamız əgər 180-dirsə, buradan alfa plus betamızın 90 olduğunu bilirik. Onda buradakı bucağa düz bucaq deyə bilərik. Burada çarpaz bucaqlara görə bura bir alfa deyə bilərik. Bura betadırsa, burada bir beta deyə bilərik. Bu zaman bura bir A-dırsa, A alfa alfa gördüyümüzə görə bu
BK hissəmiz də A-ya bərabərdir. Paralelogramın qarşı tərəfləri bərabərdirsə, burada bir A-dır. Onda betaya uyğun olaraq KC-miz də A-ya bərabərdir. Onda 2A. Perimetrimiz 54-dürsə, biz buradan görürük ki, 6A-mız bərabərdir 54-ə, A bərabərdir 9-a. Bizə deyir ki, olarsa BK parçası elə A-ya bərabər idi, onun da uzunluğu 9-a bərabər alındı. Keçək növbəti sualımıza. Bizə deyir ki, burada verilmiş ifadədə işarələri təyin etmək lazımdır. Əvvəlcə, sonra isə ifadənin qiymətini hesablayaq. Gəlin indi yazaq müəllimlər. Demək, burada biraz kiçik düşüb. X kvadratı y-in kubudur. X kvadratı y-in kubu kiçikdir 0 olmasa, y-in elə 0-dan kiçik olması deməkdir. Daha sonra x burada z-in kvadratı plus 1-dir. Bu həmişə müsbətdir. Onda x özü kiçikdir 0 yaza bilərik. X kiçikdir 0 yazdıq. Modulda z z-ə nə zaman bərabərdir? Z böyükdür, bərabərdir 0 olsa olardı. Demək ki, ifadəmizi bir də yazıram. X plus y modulda çıxaq z minus x, demək z minus x modulda üzərinə gəlinsin modulda demək x minus, daha doğrusu x minus burada nədir? Y səhv eləmirəmsə bu şəkildə bir modulda ifadədir. Gəlin əvvəlcə baxaq ki, bizim x-imiz və y-imiz mənfi olduğuna görə moduldan mənfi x plus y şəklində çıxarsaq davam edirik. Z minus x ifadəmizə baxaq. Z-imiz 0-dan böyük bərabər, x-imiz mənfi olduğuna görə elə olduğu kimi moduldan çıxarsaq z minus x çıxacaq. Daha sonra baxıram ki, z-imiz müsbət, y-imiz mənfidir. Onu da elə olduğu kimi üstə gəl. Bir dəqiqə. Sonuncu ifadəmiz də burada z-dir. Buradakı ifadəmiz z-dir. Onda z-imiz müsbət, y-imiz mənfidirsə, olduğu kimi çıxarsaq, yəni z minus y şəklində çıxara bilərik. İfadələrin qarşısını mötərizələrə açsaq, mənfi x minus y minus z plus x plus z minus y. Baxsaq ki, buradan demək, x-lərimiz islah olur, daha sonra z-lərimiz islah olur. Qalır bizdə mənfi 2y ifadəsi. Doğru cavabımız budur. Davam edirik. Bizə bir sual verilib. Burada deyir ki, B5 bərabərdir 4, B5 bərabərdir 4, B8 bərabərdir 32 olarsa, həndəsi silsilənin n-ci hədd düsturunu tapın deyə. Demək, müəllimlər, biz buradan B8 bölünsün B5, yəni Q kubu ifadəsini alarıq ki, buradan da 32 bölünsün 4 bizə verir 8-ə. Buradan da alırıq ki, Q bərabərdir 2-yə. Biz deyə bilərik ki, B1'imiz bərabərdir. B1 vurulsun Q üstü n-1 düsturunu xatırlayırıq. Onda biz verilənləri gətirib yerinə qoymaq üçün əvvəlcə B1-i tapmamız lazımdır. B1 vurulsun Q üstü 4 bərabərdir. B5-dən B1-i təyin etsək, B1 bərabərdir. B5 bölünsün Q üstü 4 yaza bilərik ki, buradan da alırıq demək, bərabərdir. B5'imiz verilib şərtdə 4 bölünsün 2 üstü neçədir? 2 üstü 4, 2 üstü 4 16'dır. Bunlar da ixtisar etsək 4-də 1-ə bərabərdir. Biz artıq Bn düsturumuzu yaza bilərik. B1'imiz demək 4-də 1, Q üstü, yəni 2 üstü n çıxılsın 1 şəklində təyin edə bilərik ki, bunu da demək 2 üstü n çıx 1 bölünsün 4 formasında saxlamaq olar. N-ci hədd düsturunu da təyin etdik. Keçək növbəti sualımıza. Deyir ki, bizə birinci fərqlə müəyyən işi ikincidən 4 saat tez yerinə yetirir. Onda gəlin fəhlələri bu şəkildə deyək. Birinci, ikinci fəhlə adlandıraq. Biri x saata görürsə, birinci 4 saat tez yerinə yetirirsə, x çıx 4 saat olmalıdır. Və bizə deyir ki, onlar ikisi birlikdə 2 saat işlədikdən sonra, demək, gəlin tənlik bıraq, ikisi birlikdə 2 saat işlədilər. 2 vurulsun, 1 bölünsün x minus 4, üzərinə gəl 1 bölünsün x
üzərinə gəl. Daha sonra isə ikinci fəhlə daha 1 saat tək işlədir. İkinci fəhlə 1 bölünsün x daha 1 saat tək işlədi və nəticə işin yarısı görüldü. İşin yarısı görüldü 2-də 1. İndi bu ifadəni sadələşdirsək, x kvadratı çıxaq 4, daha doğrusu 14x üzərinə gəl 24 bərabərdir 0 şəklində bir tənlik alınır müəllimlər. Bu tənliyin kökləri bilirik ki, x1 bərabərdir 2, x2 bərabərdir 12-dir. İş mənfi vaxtda göndərmədiyinə görə x-i müsbət 12 götürsək, bizə deyir ki, birinci fəhlə tək başına işi neçə saata görür. Yəni, birinci fəhləni biz təyin etmişik x minus 4'dür, o da bərabərdir 12 minus 4 bərabərdir 8. Demək, birinci fəhləmiz işi təklikdə 8 saata yerinə yetirər. Növbəti sualımız müəllimlər, vektorların skalar hasili sualıdır ki, bu asan sualdır. Yəqin ki, hər kəs bilir ki, mənfi 3'ü vurduq, 2-yə üzərinə gəldik, 2 vurulsun 3, üzərinə gəldik, mənfi 5 vurulsun, mənfi 4 şəklində yazdıq. İstilahımız getdi, qaldı bizdə müsbət 20 skalar hasili təyin etdik. Keçdik növbəti sualımızda deyir, düzbucaqlı üçbucağın itibucağının tangesi. Demək müəllimlər, biz düzbucaqlı üçbucağın şəklini çəksək, bura bir alfa desək, 0,75 4-də 3-ə bərabərdir. Bura 3K, bura 4K desək, burada 5K olduğunu alırıq. Perimetri 72'dir. Demək 3, 4, 7, 5, 12K'mız 72'dirsə, buradan K'mız 6'ya bərabərdir. Üçbucağın sahəsinə bərabər olan kvadratın perimetrini tapın. Demək, tərəfimiz 18 və 4, 6, 24. Sahəmiz S bərabərdir 2. 2'də 1, yüz üstdən 18 vurulsun 24. Buradan alırıq ki, 9, 9, 2, 180, 36, 216. Kvadratın sahəsi bərabərsə 216'ya biz buradan a kvadratı 36 vurulsun 6 yazsaq, o da bərabərdir buradan. A'mız bərabərdir. Demək, 6 kök altında 6 ifadəsini alırıq ki, kvadratın perimetrini deyir. P bərabərdir 4A'ya, o da bərabərdir 4 vurulsun 6 kök altında 6, yəni 24 kök altında 6 ifadəsini aldıq ki, doğru cavabımız 24 kökdə 6'dır. Davam edirik. Növbəti sualımızla bizdə burada deyir ki, funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Deməli, müəllimlər, biz bilirik ki, kök 6 ifadəmiz, yəni belə deyək də, 39 minus x kvadratıdır burada. Yəni, burada kök 6 ifadəmiz 39 minus x kvadratı mütləq 0-dan böyük bərabər olmalıdır. Bu halda deyə bilərik ki, 39 böyükdür bərabərdir x kvadratından, x kvadratı kiçikdir bərabərdir 39, həlli bizə x-in demək, hansı aralıqdan 6, tam ədəd olaraq x-imiz 6 ala bilər də, yəni bunu bilirik. Və 0-dan böyük qiymət aldığına görə intervalımız 0-dan 6-ya qədər daxildə. Çünki 6-dan böyük ədəd verə bilmərik, onda mənfi olacaq. Davam etsək, demək, burada deyir ki, tam ədədlərin sayını tapın. Tam ədədlərin sayı 0-6 intervalında 7 tam ədədimiz yerləşir. Davam edək müəllimlər. Demək, M1,4 nöqtəsindən keçən fx funksiyası bu şəkildə kimidir. Bu məlumata əsasən f2-ni tapın. Gəlin əvvəlcə biz fx funksiyamızı yazaq. Demək, fx funksiyamız bərabərdir. Bilirik ki, demək, törəməsi budursa, demək, 2x kubu minus x kvadratı plus x plus c şəklində yaza bilərik. Bu funksiya 1,4 nöqtəsindən keçirsə, f1 qoysaq, 2 vuraq 1'in kubu, çıxaq 1'in kvadratı plus 1 plus c bərabər olmalıdır 4'ə. Buradan alırıq ki, 2 demək, bunlar getsə, 2 plus c'miz bərabərdir 4'ə, c'miz bərabərdir 2'yə. c 2'dirsə, onda funksiyamız fx'imiz bərabərdir 2 x kubu çıxaq x kvadratı plus x plus 2. Bu formada bir funksiyamız var və bizdən f2'ni istəyir. f2 də bərabərdir 2 vuraq 8 çıxaq 4 üstə gəl 2 plus 2. 2 plus 2 4 oldu. Bizdə verdi cavabımız 16. Demək, bu məlumat əsasən f2'nin 16 olduğunu tapdıq. Sonra növbəti sualda bizə deyir ki, piramidanın hündürlüyü 8, həcmi 384 olarsa, oturacağın sahəsini tapın. Məlum məsələdir ki, müəllimlər, piramidamızın
həcmi V bərabərdir 3/1 S oturacağı vurulsun H düsturu ilə tapılır. Buradan biz S oturacağı təyin etsək, demək 3V bölünsün H yaza bilərik. Buradan da V'miz 384'dür, bölünsün 8. Bu isə bizə 144'ü verəcək ki, oturacağın sahəsi 144'ə bərabərdir. Davam edək müəllimlər. Növbəti ifadə çoxadlı olarsa, demək ki, ifadəsi çoxadlı olarsa, çoxadlının qüvvətini tapın. Burada səhv eləmirəmsə, ifadəmiz bu şəkildə idi. Px bərabərdir 5 üstü, demək, daha doğrusu 5x üstü 15 bölünsün n, üzərinə gəl 3x üstü 18 çıxaq n bölünsün 13, üzərinə gəl 4. Səhv eləmirəmsə müəllimlər, misal bu şəkildə idi. Biz burada bilirik ki, çoxədli olması üçün üstü natural üstü qüvvətləri olması lazımdır. Burada 15'in bölənlərinə baxsaq, 15, 5, 3 və 1'i götürə bilərik. İndi bu ifadələrdən hansını qoysaq, ifadəmiz natural üstü qüvvət alınacaq. Demək ki, 15'i qoysaq alınmaz, 5'i qoysaq alınır. Demək, 5'i qoya bilərik n'lərin əvəzinə. Onda Px'imiz bərabər olacaq. 5 qoysaq 5x kubu, 5 qoysaq 13 bölünsün, demək ki, üzərinə gəl 3x, üstə gəl 4, çoxhədlisi alındı. Çoxhədlinin qüvvəti dərəcəsi ən böyük olan bir hədlinin qüvvətidir. Demək, dərəcəmiz 3'ə bərabərdir. Eyni sualı təkrar şəkildə göstərib. Davam edək. Kubun tiri 2 desimetr olarsa, onun həcmi neçə kub santimetr olar? Biz bilirik ki, 2 desimetr bərabərdir 20 santimetr. Onda 20'nin kubu bizə verəcək. Demək, bunu da mən 2 vurulsun 10 yazsam, kubu yazsam, 2'nin kubu 8, 10'un kubu 1000 bərabərdir 8000 kub santimetr çevirdik. 8000 kub santimetr şəklində göstərdi. Müəllimlər, bu sualın, növbəti sualın şərtində, yəni rəqəmlərində bir problem var. Çünki bizdə deyir ki, ədədlərlə tərs mütənasib hissələr böldükdə ən kiçik ədədi tapın. Burada əslində normalda belə lazım idi yazmağımız 2'də 3k, üzərinə gəl 3'də 4k və 2k tərs hissələrlə yazdıq, bərabərdir 1880 yazsaq, buradan alırıq 29k bərabərdir 6 vurulsun 1880'ə alınır. Buradan tam ədəd çıxmadığına görə artıq davam etmirik. Əgər çıxsaydı, burada bizə verilmiş ədədlərdən deyirik ki, ən kiçik ədədi tapın. Ən kiçik ədədi tapmamız üçün də üstə 4k ifadəsini təyin etmək lazım idi. K-nı tapıb üstə 4k-nın yerinə qoyasıydıq. Sadəcə verilən ədədlər 29'a bölünən olmadı. Demək, müəllimlər, bu şəkildə sertifikasiya imtahanına suallar düşür. Mən əldə etdiyim suallar müəllimlərin imtahanda yazdıqları suallardır. Özlərinin yadında qaldıqları, paylaşılan suallar bunlardır. Yəqin ki, öyrüz ki, asan düşür. İnşallah növbəti sertifikasiya imtahanlarında da bu şəkildə düşər. Əgər video sizin üçün faydalı olsa, mütləq bəyənək və kanala abunə olaq, zəhmət olmasa. Sağ olun.